Senin boyun osteoxondrozun var. Ona görə boynuvu tərpədə bilmirsən. Ağrıyır, qıc olur, qalır. Hələ biraz da araşdırsam Padagranda çıxacaq, rematizməndə çıxacaq, qığırdağın da yeyiləcək. Çünki bunlar hamısı bir-birinə oxşar və bağlı olan xəstəliklərdir. Yaxşı, bu xəstəliklərin hamısını bir yerdə necə qarşısını almaq olar, necə müalicə eləmək olar? Ekrandakı ürəyi qızart sənə ağrılarını azaldacaq sadə bir üsul deyəcəm. Amma əvvəlcə dediyim kimi ekrandakı ürəyi qızart. Yaxınlaşırsınız aptekə, Artex Chondro çayı alırsınız. Bu çayı istifadə etdiyiniz zaman tərkibindəki 8 möcüzəvi bitkinin köməyi ilə boyunda olan spazmı azaldır, ağrıları azaldır, rahat boyun hərəkətinizi təmin edir. Padagra zamanı sidik duzlarının oynaqda yığılmasının qarşısını alır, padagra şişkinliyin azaldır və oynaqlarınızın rahat hərəkətini təmin edir. Eləcə də rematizma zamanı oynaqların iltihabını aradan qaldırır, ağrılarınızı kəsir, rahat hərəkətinizi təmin edir. Qığırdaq yeyilməsi zamanı isə qığırdaq yeyilməsinin qarşısını alır, qığırdağın öz-özünü bərpa eləməsini təmin edir. Ölkənin bütün apteklərində var. Bitkidir, dərmansız rahatlıqla alıb istifadə edə bilərsiniz. Tapa bilməsəz, əzazlarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzasınız bağlı olanla hər zaman, hər mövzuda sağlam qalasınız.